Keçən həftə Məkarimul Əxlaq duasının şərhini başladıq. Bugün də bu mövzunu davam etdiririk. Dedik ki, İmam Səccad əleyhissalamın ikinci duası, ikinci istəyi yəqin istəyidir. Allahdan yəqininin kamil olmasını istəyir. Allaha ərz eləyir ki, vəc'al yəqini əfzələl yəqin. Ərz eləyir ki, ilahi, yəqinimi ən üstün yəqin qərar ver. Keçən həftə yəqin haqqında qısa da olsa danışdıq. Yəqin gözün açılması, qəlb gözü ilə qeyb aləminin görülməsi, pərdə arxasını görmək. Bu, məhdud sayda insanın vəzifəsi deyil. Bu işlə ariflər məşğul olmalı deyil. Bu anlamda ki, hamı arif olmalıdır. Bunun üçün dünyaya gəlmişik ki, bu təbiət çərçivəsini aşaq və başqa bir aləmlə təmas quraq. Bu bizim yaradılış məqsədimizdir. Maddiyyat, təbiət çərçivəsini aşıb qeyb aləmi ilə, Allahla əlaqədə olaq, əlaqə yaradaq. Yəqinin təsirləri, yəqinin nəticələri haqda bir neçə cümlə danışmaq istəyirəm, sonra da yəqinin əldə olunmasının yollarına işarə edərik. Əvvəla bunu deyim ki, yəqin o dərəcədə dəyərli nemətdir ki, onun dəyərli olduğunu hardan bilmək olur? Yəqinin dəyərli olduğunu bundan bilmək olur ki, böyüklərin arzusudur. Bir şeyin dəyərli olmağını bilmək üçün yollardan biri də budur ki, böyüklər onu arzu edib, üstün insanlar onu arzulayıb. Fəzilətli insanlar bir şeyi arzulayırsa, bu özü göstəricidir ki, o çox dəyərli bir şeydir. Quran-ı Kərimdə Həzrəti İbrahim əleyhissalamın yəqin istəməsi var Allahdan. Belə ifadə olunur, liyətməinnə qəlbi. Deyir, mən qəlbimin aram olmaq üçün bunu istəyirəm. Nə istəyir? Deyir, ilahi, ölüləri necə dirildirsən, onu gözümdən görmək istəyirəm. Nə üçün bunu istəyirsən? Liyətməinnə qəlbi, qəlbim aram olsun deyə. İmam Sadiq əleyhissalam buyurur ki, qəlbim aram olsun deməkdə İbrahim Peyğəmbərin məqsədi buydu ki, yəni yəqinim olsun buna, ölülərin dirilməyinə yəqinə çatmaq istəyirəm və yəqinin nəticəsi olaraq qəlb aram olur. Nəticəni deyir Həzrəti İbrahim. Qəlbim aram olsun, yəni istəyirəm yəqinə çatım ki, qəlbim aram olsun. Allah da deyir, quşları öldür, 4 müxtəlif yerə qoy, onların ətini bir-birinə qarışdırır və nəticədə Allah quşları diriltməklə İbrahimi yəqinə çatdırır, pərdə arxasını göstərir. Bunu da Quranda buyurur və kəzalikə nuri İbrahimə mələkutəs səmavatı vəl-ərz və liyəkunə minəl muqinin. Biz deyir, İbrahimə yerin göyün mələkutunu göstərdik, yəni qeybi göstərdik ki, yəqin əhlindən olsun, yəqinlərdən oldu İbrahim. Həzrət İbrahim yəqinə çatıb, Allah buyurur ki, biz sevdiyimiz bəndəyə İbrahimə yəqin mərhələsi verdik ki, o mələkutu görməyə başladı. O, maddi aləmdən kənar aləmi müşahidə etməyə başladı. Və bunun nəticəsi nədir? İbrahimin qəlbi aram oldu. Gəldik mövzumuzun üstünə. Yəqinin nəticələri. Yəqinin birinci nəticəsi budur ki, qəlb aram olur. İnsan aram olur. İnsanın da aramlığa çox ehtiyacı var. İnsan aram olmalıdır ki, fürsət tapsın öz potensialından istifadə eləməyə. Müasir dünyanın bir xüsusiyyəti də budur ki, dünya düzəninin aramlığı insanlardan alsın. Elə bir düzən formalaşdırırlar ki, aram olmasın insan. Səs, küy, belə deyək, müxtəlif vasitələrlə insanları aramlıqdan çıxartsın. Çünki aram olan insan özünə gəlir. Öz daxilinə baş vurmaq fürsəti qazanır.
Öz gizli istedadlarını üzə çıxarda bilir. Potensialı o zaman üzə çıxardır ki, aram olsun və bu aramlığı da yəqin insana bəxş eləyir. Yəqin sayəsində insan özü də aram olur. Nəinki özü, onun aramlığı başqalarına da sirayət eləyir. Mən həyatımda bir neçə nəfər adam görmüşəm ki, onun yanında olanda özüm hiss eləmişəm ki, qəlbim çox aram olub. O qədər özü aramdır, başqalarına da sirayət edir. Adam yanında özünü əminamanlıqda hiss eləyir. Adam yanında özünü rahat hiss eləyir. O qədər qəlbi aramdır ki, aramlıq belə bir şeydir ki, başlayır ətrafa da sirayət eləməyə. Belə bir insanlarla mən həyatımda rastlaşmışam. Rəbbani alimlərin əsas xüsusiyyətlərindən biri budur. İnsan ora yaxınlaşanda başlayır qəlbi aram olmağa, istirabdan qurtulur. Belə insanlar cəmiyyətimizdə azdır, təəssüf ki. Aramlıq bir nəticədir, yəqinin nəticəsidir. İnsan görəndən sonra sakitləşir, aram olur. Və bəzi günahların və bəlkə də deyərdim bütün günahların haram olmasının səbəblərindən biri də budur ki, aramlığı insandan alır. Məsələn, yalan danışan insan stresli olur. Bunu artıq cihazlarla da müəyyən eləmək olur. Yəni, insanın sinir sisteminə də təsir göstərir. O yalanı müəyyən edən müəyyən cihazlar da var. Hətta fizioloji baxımdan insanın maddi vəziyyətinə, yəni cismani vəziyyətinə təsir göstərir yalan danışmaq. İnsan yalan danışmaqla güya ki, mənfəət əldə eləmək istəyir, ən böyük zərbəni özünə vurur. Ki, yalan danışan adam aram olmur, narahat olur. Elə ki, düzünü dedi, aram olur. Bəzi musiqilər deyirlər haramdır. Musiqilər var ki, insan qulaq asanda hiss edir ki, istiraba düşür, istiraba. Ona görə də o musiqiləri din haram buyurur bizə. Biz bu hallara bəzən önəm vermirik və pərişan halda yaşayırıq. Narahat halda yaşayırıq. Bizə ki, bu qədər təkid ediblər, dünya məhəbbətini ürəyinizdən çıxardın. Birinci təsiri nədir? Dünyanı sevməyən adam dərhal aram olur. Var dövləti olsa da, kasıb da olsa, fərq eləmir, aram olur. Nə onu itirmək qorxusu var, nə ona könül bağlayıb ki, yavaş-yavaş məsələn əlindən çıxdıqca istiraba gəlsin. Dünyapərəst adamların vəziyyətinə baxın, istirab içindədirlər, narahatçılıq içindədirlər. Ona görə deyir, dünyanı ürəyinizdən çıxardın ki, aram yaşayasınız. Dünyanı ürəyindən çıxardanda adamın malı dövləti azalmır ki. Harada deyiblər ki, qazanmayın. Bir dənə hədis var, qazanın deyiblər. Nə qədər bacarsınız, çox qazanın. İşləyin, çalışın, lap sübh tezdən çıxın, evdən gedin, ruzu da alacağım. Amma qəlbiniz aram olsun. Qəlbiniz aram olsun. Aram yaşayın, xoşbəxt yaşayın. Elə şeylərə könül bağlamayın ki, yəqin bilirsiniz ki, itəcək bir gün, gedəcək aradan. Bunu əvvəldən bilirsənsə, niyə bağlanırsan axı ki, sabahda istiraba səbəb olsun? O şeylər ki, aradan gedəcək, ona könül bağlamayın. Öz gününüzü qara eləməyin. Çünki sizin aramlığınızı əlinizdən alacaq. Bir qədər təlaş eləyirsən ki, onu qazanım, qazanandan sonra da üstündə əsirsən, itirməyim. Biri var, ağılla addımlar atırsan ki, sərvətini qoruyasan, qazanasan, bunlar öz yerində. Amma istirab nə üçün? İstirab bunun üçündür ki, ürəyi doldurmuşsan onun məhəbbəti ilə. İnsan aram olmalıdır ki, növbədə ki, təmərküzləşə bilsin. Bəzi şeylərə fokuslana bilsin. Fikir yayınır, niyə? Çünki aram deyilik. Zikr edə bilmirik, təfəkkür edə bilmirik. Fikir oxumuz o səmtə, bu səmtə hey bizi idarə edir, istirab içindəyik. Çünki istirab olan adam aram ola bilməz, düşünə bilməz. Və bunu cavanlar hiss eləmir, bu pərişanlığı. Yavaş-yavaş yaşlananda onu hiss eləməyə başlayır. Cavanlıqda elədiyimiz yaşlı vaxtımızda bizim ruhi halətimizə təsir göstərir. Qocalanda özün. İndi biraz güc var, enerji var, onunla aramlıq, pərişanlıq, istirab içimizdə qalır, gizlənir, özümüz də hiss etmirik. Aramlıq yəqinlə əldə olunur. Aramlığın itibsə, o saat imanıva qayıt. Yoxla ki, nə var orada, nə problem var. Niyə görə narahatam mən?
insanı aram eləyir. Yəqinə çatan insan aram olur və qüdrət sahibi olur. Bilirsiniz niyə? Ruhun böyük potensialı var. Mən bunu sizə çox keçmişdə demişəm. Hərdən məsələn deyəndə filan alimin filan kəraməti var, deyir, əşi nağıl danışırlar. Adam da belə, bilirsiniz niyə bunu belə deyirlər? Çünki insanın gücünü dəyərləndirməyiblər. Bilsə ki, insanın ruhu nə qədər əzəmətlidir, ariflərə deyəndə deyir, böyük şey deyil. Nə olsun ki? Çünki özünü tanıyıb. Bilir ki, gücü çoxdur bu insanın, ruhunun qüdrəti çoxdur. Onların yanında kəramət danışanda deyir, bir şey deyil axı. Bir şey deyil. Yəni, ruhunun gücünü, qüdrətini tanıyan insan kəraməti rahat anlayır. Başqası başa düşə bilmir, deyir, bu nə nağıllardır. Çünki təbiətin qəfəsində həbs olunub qalıb, gücünü bilmir, qeyri-adi bir şey gəlir ona və inanmağı gəlmir. O kəramət qüdrətin ifadəsidir, özü də cüzi ifadəsidir. Ən böyük kəramət ruhun potensialının kiçik bir hissəsidir. Həzrət Peyğəmbərə dedilər, Həzrət İsa su üzərində gəzirdi, buyurdu, bəli, yəqinini artırsaydı, havada da gəzərdi. Yəni, bir qəribə bir şey deyil, təəccüblü bir şey deyil. İnsanın fiziki keyfiyyətləri dəyişir. Ruhu qüdrət belə bir şeydir. Əleyhisselamın fiziki göstəriciləri o qədər də fərqli deyildi başqa insanlardan. Biz elə bir Əleyhisselam hündürboy böyük bir pəhləvan idi, xeyr, adi fiziki göstəricilərinə görə adi adam idi, zahirən yəni. Xeybərin qalasının qapısını aşırdanda soruşdular ki, sən axı bu qədər az yeməklə bu gücü haradan əldə edirsən, orada izah elədi. İzah elədi ki, yəni sözün xülasəsi buydu ki, mənim bu gücüm maddi nemətlərdən deyil. Mənəvi gücdür, mənəvi qüdrətdir ki, cismimə də sirayət eləyir. Fövqəladə bəzi insanlarda qabiliyyətlər olur. Həddad var idi, Həddad dəmirçi idi, Həddad dəmirçiyə deyirlər. Hədid dəmirdir, Həddad da dəmir işi ilə məşğul olan adama deyirlər. Həddad Əllamə Qazinin tələbəsi idi. Qəribə adamdır, nəfəsi kimə dəyibsə dəyişdirib də bu belə insandır. Təkcə alimləri, müstəhidləri yox, bir dəmirçi ilə təmasda olub bir neçə dəqiqə, onu da dəyişib. O bir yerə gəlib çatmışdı ki, qızmış dəmiri əli ilə götürürdü, dəmiri qabaqlar necə döyürdülər, görmüsünüz də. Onu əli ilə heç bir vasitə olmadan götürürdü, yandırmırdı əlini. Axır Həzrət Əllamə dedi ona ki, Əllamə Qazı ki, belə eləmə cəmaatın gözünün qabağında. Dedi, axı, heç mənə belə bir qəribə bir şey deyil, adi bir şey kimi gəlir deyə elə cəmaatın qabağında deyiləm. Deyir, hər halda sənə adidirsə, başqa cür insanlar başqa şey başa düşür bununla. Başqa şey əxs eləyir, bunu bir özünü göstərmək kimi, yaxud da bir qeyri-adi bir şey kimi görür. İnsanın gücü fövqələdədir. Bir nəfər deyir, bunu keçmişdə, yaxın keçmişdə sizə danışmışam. Deyir, özümü təftiş elirdim, hey, narahat idim ki, mənim üçün cəmaatın fikri niyə bu qədər önəmlidir? Pis şey daxı insan cəmaatın sözü ilə oturub dursun. Belə deyərlər, elə deyərlər, nə deyərlər, nə deməzlər. Bu bir mərəzdir, xəstəlikdir. Hər addım atanda nə deyərlər sualı ilə addım atır. O əsir insandır, zəif insandır. Deyir, mən də öz dərdimi çəkirdim ki, niyə mənə bu qədər cəmaatın fikri önəmlidir? Bu fikirlə deyir, getdim Əllamə Bəhaəddinin yanına. Deyir, mən heç ağzımı açmamış, danışdı, mənə baxdı, dedi ki, nə qədər olar, nə qədər önəmlidir, cəmaat belə deyər, cəmaat belə deyər. Bəsdir də, belə dedi mənə. Deyir, mən dedim ki, arif adamdır, qəlbimdən xəbərdar oldu, məni də muizə elədi bu sözü ilə. Deyir, çıxdım, amma gördüm, bu bir muizə deyilmiş. Çıxdım, gördüm, o hissi aradan aparıb. İçimdə olan o his aradan gedib. Onun o mənim üstümə biraz tünd danışması sanki bir ox idi, atırdı mənim içimdə olan o xislətə. O ilə bir dəqiqəlik təmas bu hissdən məni azad elədi. Bu qədər güclü, qüdrətli insanlardır. Yəqinin nəticələridir bunlar hamısı. Yəqinin nəticələridir. Yəqin insanı qüdrətə və aramlığa çatdırır. Və insan başqa cür yaşayır. Siz təsəvvür edirsiniz ki, bizim yaşayışımızdan başqa cür bir yaşayış var və şirin yaşayışdır. Mən o yaşayışı təbliğ eləyirəm, sözüm niyə təsir qoymur? Çünki özüm elə yaşamıram deyə.
Özü elə yaşayan insan çıxsın buradan danışsın, elə şövqlə danışar ki, bizi də maraqlandırar, həvəsləndirər. Yaşayış bizim gördüyümüzdən ibarət deyil. Adamlar gedir işə, günorta nahar eləyir, axşam şam yeyir, oturur çay içir, deyir, gülür, yatır, durur, yenə də elə. Yaşayış bu deyil. Biz belə yaşamaq üçün yaranmamışıq. Biz yaranmışıq ki, bu aləmdə ola başqa bir fəzada yaşayaq. Başqa bir fəzada, çox maraqlı bir aləmdə yaşayaq. O qədər maraqlı olsun ki, heyrətimiz üzümüzdən görünsün. Cəmaat hiss eləsin ki, bu mənimlə bir yerdədir, amma başqa bir aləmdədir. Bunu hiss eləsin. Necə böyüklərin yanında da belə hiss eləyir. Namazına baxırsan, oturuşuna, duruşuna, görürsən, yox, bu burada deyil. Bu burada deyil, buradan ayrı bir aləmdədir. Ayətullah Behçətin oğlu deyir ki, mən atamı çağıranda həmişə elə bil, hardansa qayıdırdı. Hardansa başqa yerdən mənə cavab verirdi. Dönürdü elə bil dünyaya. Bu, insanın çata biləcəyi və çatmalı olduğu haldır, vəziyyətdir. Bu, çox vacib bir məsələdir. Ona görə də İmam Səccad arzulayır, buyurur ki, vəcəl yəqini əfzələl yəqin, yəqinimi ən üstün yəqin qərar ver. İstəyək əvvəl, istəmək özü böyük işdir. İstəmək böyük işdir. Bu qədər mən danışıram, bir işi görə bilsəm ki, bax, mən rahat gedib evdə yataram. Ki, sizdə istək yarada bilsəm, bax, bu dediklərimə, mənim işim bitir. Vaizin işi bura qədər, düzdür, ondan artığını da eləyə bilir, amma elə mənim kimi səviyyədə olan adam bunu eləyə bilsə böyük bir şeydir. Ki, sizdə bir istək yaransın, şövq yaransın. Bunu yarada bilsəm, böyük iş görmüşəm. İstəyəndən sonra insan başlayır təlaş eləməyə. Hardan bilə bir adam bir şey istəyir ya yox. Bax, gör, onu əldə etmək üçün çalışır, yoxsa yox. Və kimsə istədi və çalışdısa, nəticəyə çatmadısa, mümkünsüz bir şeydir. Kim istəyib və təlaş edibsə, Allah artıqlaması ilə verib. Quranda da ayəsi var. Buyurur ki, وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Kim bizim yolumuzda çalışır, səy eləyir, biz də yollarımızı açırıq. Hidayət yollarını açırıq. Hidayət edirik onları. Hədis var əleyhissalamdan, buyurur ki, mən yumin yəzdəd yəqinən. Buyurur ki, kim iman gətirsə, kim mömindirsə, yəqini artacaq. Maraqlı hədisdir bu. Yəni, bunu demək istəyir ki, təbii olaraq yəqin öz-özünə artmalıdır. Təbii olaraq. Biz nə qədər namaz qılırıq, oruç tuturuq, dua edirik, ibadət edirik, həccə gedirik, Kərbəlaya gedirik. Bunun bir təsiri olmalıdır, yoxsa yox. Artırmırsa, deməli, sistem düz işləmir. Nəsə bir sistemdə problem var, ruhun sistemində. Gündə namaz qılırsan, ibadət edirsən, axı bu ibadətdə bir keyfiyyət var. Bu ibadət qərardır ki, səni imanın yüksək dərəcəsinə çatdırsın. Və'bud rabbəkə hətta yətiyəkəl yəqin. Keçən həftə bu ayəni dedim. Allaha ibadət et, bəndəlik et, ta ki yəqinə çatasan. Deməli, ibadətin, ubudiyyətin xüsusiyyəti yəqinə çatdırmaqdır. Biz 50 ildir, 40 ildir, 30 ildir bunu edirik. Amma bu mərhələyə çatmamışıqsa, nəsə ruslar demişkən zboy var, nəsə sistemdə problem var. Qayıdıb təftiş eləyib yoxlatdırmalıyıq özümüzü. Qısa olaraq yəqin əldə etmək üçün nə eləməliyik? Qısa olaraq buna da işarə edeyim. Bir cümlə ilə ifadə eləsək, yəqin əldə etmək üçün Allahın yolunda nədənsə keçməliyik. Nəsə bir şey sərf eləməliyik, maya qoymalıyıq, belə sadə dillə desək. Bu misalı mən sizə demişdim. Birinə inanmaq üçün yollardan biri budur ki, insan onun üçün nəsə bir sərmayə xərcləsin. Xərclədikcə inanırsan ona. Bu misal demişdim ki, məsələn, bir insan bütün varını, yoxunu toplayır, verir bir adama, deyirsən, ged mənim üçün iş gör, ayda da mənə filan qədər pul ver, məsələn. Bu ki, öz sərmayəsini ona sərf eləyib, ona nəsə xərcləyib, hər şeyini verib, indi biri gəlir, deyirsən, nə işlə məşğulsan, deyir ki, mən pulumu vermişəm, filan kəs iş görür, mənə də filan qədər müzaribə dillərdə şəriətdə ona, məsələn. Bu deyir ki, mən ondan yaxşı sözlər eşitməmişəm o adamdan. Eşitmişəm ki, ələ-ayrı adamdır.
Birinci reaksiyası nə olur? Deyir, yox əşi, elə deyil, yoxlamışam, düz adamdır. Başlayır onu müdafiə eləməyə, ona inanmağa çalışır. Niyə? Çünki sərmayə qoyub. O saat inkar eləməyə başlayır. Biri də var ki, bugün toplayıb pulunu vermək istəyir filan kəsə, hələ verməyib, bir nəfərlə rastlaşır, o da ondan ehtimal deyir bir dənə ki, bir yaxşı yoxlason yaxşı olar. Deyir, nədir ki bəyəm? Hə, mən nəsə şübhələnmişdim, tez şübhələnir, çünki heç nə xərcləməyib. Allah üçün də nəsə xərcləməsən, tez şübhələnəcəksən. Allah üçün nəyinnənsə keçdikcə inanırsan, inanmağa başlayırsan. İnan belə möhkəmlənir. Onun üçün nəyinnənsə keçməklə. Bir şeydən keçmirsən, məsələn, namazın üçün. Neçə ildir namaz qılırsan? Hər işi görəndən sonra, məsələn, 5-də, 6-da zöhr əsr namazını qılırsan, yoxsa yox. Keçmirsən nəydənsə, azan verilən vaxtda qılmırsan. Bunlar ki, var ya, sən keçirsən, keçdikcə bağlanırsan, gərək nəsə eləyəsən Allah üçün. Fəda edəsən, nəyisə. Pul xərcləyəsən. Pul xərcləyəsən. Bizim dindarların çoxu deyir ki, danış, ağlayaq, qulaq asaq, əzadarlıq eləyək, oruc da tutaq, namaz da qılaq, amma pul söhbəti eləmə. O barədə, ondan başqa nədən danışırsan, danış. Heç nə məndən belə şeylər istəmə. İstəmə o mənada yox ki, mən istəyim. O mənada ki, yəni, din məndən istəməsin. Amma Quran buyurur, lən tənalul bir hətta tunfiqu mimmə tuhibbun. Heç bir fəzilətə çatmazsınız o vaxta qədər ki, sevdiyinizi verməyəsiniz. Yəni, sevdiyinizdən keçməyincə, bu iman fədakarlıq istəyir. Bu imanın xüsusiyyəti budur. Nəyisə verəsən ki, artsın, yoxsa yox, belə artmır. İbrahim əleyhissalam ki, yəqin istəyir, ondan qabaq sərmayə qoyub axı. Bıçağı qoyub oğlunun boğazına ki, kəssin. Bıçağı qoyub kəsib, sevdiyi övladın boğazına. Ondan sonra yəqin istəyəndə Allah deyəcək baş üstə. Allah da baş üstə deyir bəndəsinə. Baş üstə. Sən məndən əsirgəmədin ki, mən səndən əsirgəyim. Sən mənim yolumda əsirgəmədin ki, əziz balovu verdin. Bizdən balazad istəyən də yoxdur. Bizdən istəyirlər ki, məsələn, biraz vaxtımızdan qoyaq, biraz qazancımızdan sərf eləyək. Nəydənsə keçək ki, gəlsin də onun davamı gəlsin, yəqin də artsın. Bu yolda bir fədakarlıq elə. İnersiya üzrə ibadət eləmə, fədakarlıq elə. Hardansa nədənsə keç. Nədənsə keçəndə, onda Allah da başlayır bəxş eləməyə. Subbuhun quddusun Rabbul mələikəti və ruh. İbrahim eşidir ki, bir nəfər belə bir zikir deyir. Qoyunların otaran yerdə. Həzrət İbrahim deyir ki, kim idi mənim sevdiyimin adını çəkir? Bir nəfər deyir ki, mən. Deyir, bir də dedi o adı. Deyir, yox, qoyunların gərək yarısını verəsən. Deyir, gözümü qırpmadan yarısını verdim sənə. Bir dəfə də zikri deyir. Deyir, bir də de. Deyir, yarısını da gərək verəsən. Gözünü qırpmadan onu da verir. Deyir, mən Cəbrailam, Allah göndərmişdi məni, səni mənə tanıtdıra. Get, onun yanında adımı çək sadəcə. Qoyun, mal, dövlət, xırda məsələdə Həzrəti İbrahim üçün. Elə adını eşitmək üçün verməyə hazırdır. Qazanasan, əldə eləyəsən, sərvətin olsun, amma belə bir göz qırpımında hamısını fəda eləməyə hazır olasan, Allah da bunu görəndə bir adamda, nəuzubillah, Allah xəsis deyil ki, Allah elə bunun üçün yaradıb ki, biz o mərtəbələrə çatdırsın. Bizdən bir hərəkət görmür, bir şey sərf eləyək ki, əvəzində də Allah da qapıları açsın.